Salam hər kəsə. Bugün mən yenə qarağat resepti ilə gəlmişəm. Bu dəfə mürəbbəsini deyil, cemini hazırlayacağam. Gördüyünüz kimi meyvələri yaxşıca yuyuram, saplağından təmizləmədən əlavə edirəm də yenə. Üzərinə kilo şəkər dozu əlavə edirəm. Yaxşı əzə-əzə qarışdırıram. Bir neçə saat bu cür saxlamaq daha yaxşıdır. Suyu çıxır qarağatın. Daha sonra isə kartof əzənlə yaxşıca əzirəm və ocağın üzərinə qoyuram. Bir qədər qaynadırıq. Qaynatmağın burada dəqiqəsi az da qaynatmaq olar. Ən azından minimum 10-15 dəqiqə qaynadırıq ki, tərkibində su qalmasın. Amma bir qədər artıq da qaynada bilərik, çünki bizə cem halı lazımdır. Daha qatı olması üçün bir qədər artıq qaynatmaq mümkündür. Sonra əlavə edirəm aş süzənə. Yaxşı aş süzəndən keçirdirəm. Saplağı, tumu qabığından təmizləyirəm. Gördüyünüz bu qaydada və bu hissədə qalan hissəni blenderdan da keçirtmək olar ki, qalmasın, yəni itkiyə çox getməsin. Ondan sonra yaxşıca bu dəfə isə süzgəcdən keçirirəm. Süzgəc yerinə tənzifdən də istifadə etmək olar. Daha rahat üsuldur o. Çünki tənzif arasına yığdıqdan sonra meyvəni əlimizlə onu yaxşıca sıxa bilirik. Belə. Bu məqamdan sonra yenidən bir balaca da qaynadıb, qaynar da tökmək olar bankalara. Amma mən qaynatmıram bundan sonra. Üzünün köpüyünü alıram, sonra əlavə edirəm təmiz quru bankalara və ağzı açıq saxlayıram. Deməli, mürəbbəni tam soyuyandan sonra yığıram bankaya, bağlayıram. Amma cemi, deməli, qaynar əlavə edirəm bankaya, amma ağzını bağlamıram. Tamamilə bankada soyuyandan sonra ağzını bağlaya bilərik. İstər çörək üzərinə çəkib nuş edin, istərsə də kekslərin, piroqların, hətta tortların üzərinə jele kimi istifadə edin. Tam təbii tərkiblə. Və videomu like edin, rəylərinizi mənimlə mütləq bölüşün. Siz necə hazırlayırsınız? Və videomu yaddaşa atın, yəni qeyd edin, itirməyəsiniz. Yeni videolarda görüşmək ümidi ilə salamat qalın.